İnsanlar bir yerə kimi, mid level'a kimi hər kəs gəlib çatır. Seniora keçmək çox az insan olur ki, seniora keçir. Ya komfort zon yaranır, ya komfort zonda o da, yəni əslində artıq sizə maraqlı deyil bu iş. Sadəcə gələn taskları icra edirsiniz. Seniora qalxandan sonra da ki, ümumiyyətlə arxitektdə isə həddən artıq çox az adam keçir. Həddindən artıq. Oradan sonra bir ümumiyyətlə karyerada bir nöqtələr olur ki, həmin o nöqtədə biraz daha səy göstərmək lazımdır. Bir şey nəyəsə hazırlaşanda belə, nəsə öyrənirsiniz, tutalım ki, məsələn, kimsə açırsınız, senior öyrənir. Bir yerdə elə bir qırılma nöqtəsi gəlir ki, burada nəsə çətin olur. Oradan o tərəfə keçmək hər adam keçə bilmir də. Artıq çətinlik olanda artıq insana getmək istəmir də. Marağını dalınca qaçır axı insanlar. Artıq orada qırılır. Ona görə də ancaq birinci növbədə maraqlı olan hansısa ona getmək və o qırılma nöqtələrində gərək dayanmayasınız. Yəni durmadan çətindir, üstünə gedəsiniz, öyrənəsiniz, ondan sonra nəyəsə nail olacaqsınız da mütləq.